Necə olur ki, Azərbaycanda bir adam 5 milyard, 10 milyard dövlətə ziyan vurur, oğurluq edir, dağıdır. Bir neçə illərdən sonra, 20 ildən, 30 ildən sonra bilinir ki, bu adam bu cinayət edir. Dövlətdə vəzifə tutan adamların nəyə görə cinayətkarlığı ilkin mərhələdən aşkarlanmır? Bu bir. Nə üçün bir adam uzun müddət cinayətkarlığına sərbəst şəkildə məşğul ola bilir? 2. Əsas məsələ budur. Biz belə yoxsa Ramiz Mehdiyev gedəcək, Həsənqulu gələcək. Sonra da biləcək ki, bu Həsənqulu bir 10 milyard ziyan vurub. Sonra bu gedəcək, Hüseynqulu gələcək. Məlum olacaq, o da vətənə xəyanət edib, hansı bir ölkəyə şpion olub, o da bu qədər. Hansı ki, bunun bir çox səbəbləri var. Burada şəxsiyyət üzərində bunu qoymaq olmaz. Bundan qabaq da nə qədər dövlət xadimi tutulubdur. Generallar tutulub, nazirlər tutulub, komitə sədrləri, neçə icrabatçı tutulub. Azərbaycanda demək olar ki, belə götürdə vəzifə gedən adamların 30-40% həbs olunub. Bəziləri ona görə həbs olunmayıb ki, açıq deyim ki, onların fəaliyyəti, obyekti yoxlanmır. Azərbaycanda məmurların uzun müddət hakimiyyətdə qalmasıdır. Uzun müddətdə hakimiyyətdə qalmasının 2 dənə səbəbi olur. Bir də ona tutaq ki, idarəetmə sklerozu deyək. İnsanlar o qədər hakimiyyətdə qalır ki, onlar hakimiyyətdəki məsuliyyəti hissi çoxalır. Necə ki, bir sürücü uzun müddət maşın sürürsə, onda avtoskleroz əmələ gəlir. Yəni, yol nəqliyyat təhlükələrinə qarşı onda o bidительность deyilir. Ruslar, nə deyirlər ona? Həssaslıq zəifləyir. Bir adam da uzun müddətdə hakimiyyətdə qalanda onda məsuliyyət hissi o cürə zəifləyir. Ona elə gəlir ki, toxunulmazdır, ölənə qədər bu hakimiyyətdə qalacaqdır. Ona görə demokratiya tələb edir ki, ümumiyyətlə hakimiyyətdə məhdud vaxtlarda adamlar qalsın. Fərq yoxdur, nazir olsun, deputat olsun, şəffaflıq. Helvetçi var, o dövlət nəzəriyyətçisidir. O deyirdi ki, dövlətdəki qüsurlar dövlətin qaranlıq nahiyələrində inkişaf edir. Negativ hallar. Oğurluqdur, korrupsiyadır, monopoliyadır, mafiyadır və s. və s. Yəni, şəffaflıq nə demək? Aydınlıq bu. Əgər bir dövlətdə aydınlıq, idarəetmədə aydınlıq yoxdursa, orada bu cürə dövləti cinayətlərin sərbəst və geniş yerdə iştirak etməyə qaçılmazdır. Bu ikinci bir məsələdir. Şəffaflıq yoxdur. Azərbaycan hakimiyyətində şəffaflıq. Üçüncü məsələ, mən İlham Əliyevdən bir sitat gətirmək istəyirəm. O deyirdi ki, Azərbaycanda ya nəzarət yoxdur, ya da varsa çox zəifdir. Biz nəzarətin müxtəlif formalarını bilirik. Sovet hökumətində Kommunist Partiyasının nəzarəti var idi, prokuror nəzarəti var, nə var? Amma demokratiyada siyasi nəzarəti müxalif, yəni bir iqtidarı yalnız onun siyasi müxalifəti nəzarət edə bilər. Yəni bu cür qarşılıqlı nəzarətlə həm müxalifət yolunu azmaz. Çünki bizdə müxalifətdən də vətən xaini azqalı ittiham olunanlar var, şpion kimi ittiham olunanlar var. Həm də iqtidarda olanlar tutaq ki, tutular vəzifə uyğun fəaliyyət göstərir.